69. Sükan arxasında oturan çəpgöz oğlanın adı Mika idi. Məşhur müğənni Mikanın adaşıyam. Çəpgöz özündən razı halda gülümsünüb əlavə etdi. Ancaq əkinçiyəm, musiqiçi yox. Mika maşını sürə-sürə nəşə çəkir, ara bir Sükanı dizi ilə idarə edirdi. Onun yanındakı oturacaqda əyləşən Simonun gözləri nəşənin təsirindən uyumuş sürücüdən su içmirdi. Maşının kabinəsinə dolan ətirli və baş gicələndirici tüstü, maqnitofondan yayılan texno ritmlər ifa olunan ərəb musiqisi ilə qarışıb qəribə ahəng yaradırdı. Habibi. Livan musiqisidir. Simon sürücünü söhbətə tutdu ki, nəşənin təsiri altında özünü unudub qəza törətməsin. Alman qrupudur. Xalaoğlu Alman qrupu. Nəşələnmiş çəpgöz xumar-xumar cavab verdi. İki qızdır. Biri Almandır, o biri də deyəsən Əlcəzairli. Mən ölüm, düzünü de, xalaoğlu, sən onları yol kənarında görsən, maşını saxlayıb götürməzsən, hə? 100% götürərsən. Simon duman kimi kabinəyə dolan tüstünü dağıtmaq üçün şüşəni indirdi. Mika nəşədən bir qullab da alıb siqareti onu ötürdü. Simon başını bulladı, bütün diqqətini yola verdi. Güya bu hərəkəti ilə özünü sığortalayırdı. Sənin bu tərəflərdə nə itin azıb, xalaoğlu? Həşiş axtarırsan? Yox, monastır. Buralarda ürəyin istədiyi qədər həşiş də var, monastırda. Bilmirsiniz, ən yaxın monastır hardadır? Habibi. Sürücü mahnının sözlərini ritmlə təkrarladı. Habibi, mən səni sevirəm deməkdir. Yadında saxla, lazım olar. Mika çönüb xumarlana-xumarlana ona göz vurdu. Simonun canından üşütmə keçdi. Sürücü ona baxanda az qala sürətlə gedən maşın yoldan çıxacaqdı. Simon tez əlini sükana atıb maşını təzədən düz yola qaytardı. Həşiş tarlalarının yerini soruşsaydın deyərdim. Monastırdan xəbərim yoxdur. Həşiş tarlaları? Hə də, həşiş dediyin kimi, şərab kimi, yerli kaloritdir, xalaoğlu. O nəşədən bir qullab da alıb gözlərini asfalta dikdi. Qəfildən sifətinin ifadəsi dəyişdi. Sanki maşın sürdüyü indi yadına düşmüşdü. Bu yaxınlarda balaca bir dini icma olmalıdır. Heç kimə qaynayıb qarışmırlar. Özləri də qəribə şeylər danışırlar. Nə qəribə şeylər? Nə bilim, deyirlər, ay dünyanın axırı yaxınlaşır, ay yeni Məsih gəlir. Axmaq adamlardır da, iş güc yox. Oturub səhərdən axşamacan ağıllarına gələn gic-gic şeylərdən dəm vururlar. Məni ora apara bilərsiniz? O, monastır maşın yolundan uzaqdır, gərək piyada gedəsən, xalaoğlu. İndi göstərərəm. Bir neçə kilometr gedəndən sonra Mika maşını saxlayıb, nəşə tutduğu əli ilə dağlara qalxan cığırı göstərdi. Düz qalx cığırdan çıxma. Yuxarıda keçi sürüsünə rast gələcəksən. O sürünü keçəndən sonra monastır görəcəksən. Yaxşı yol. Çox sağ ol. Birdən oralarda təzə zühur etmiş Məsihi görüb eləsən, məndən salam deyərsən, deyə Mika ona göz vurdu. 70. Simon təxminən 10 dəqiqə daşlı, cığıllı cığırla yuxarı qalxdı. Dağın ətəyində başlarına iri əmmamə qoymuş çobanların otardıqları keçi və qoyun sürülərini görürdü. Onu görən kimi bir neçə it səs-səsə verib hürdü. Simon yoluna davam etdi və nəhayət addımladığı cığır onu üzümlüklərlə əhatə olunmuş, həyətində 7-8 keçi otlayan bir fermaya gətirib çıxartdı. Simon paslı dəmir darvazadan asılmış zəngi tərpətdi. Səsə ayılan həyət iti bir-iki ağız narazı hürüb sakitləşdi. Ayaqlarını arxasınca sürüyə-sürüyə ona tərəf gələn qara paltarlı qadın Simona bildirdi ki, bura şəxsi mülkiyyətdir. Qadının sifətində qəribə ifadə vardı. Baxışlarında arxayınlıq olsa da, sifətindən yüngül təlaş oxunurdu. Mən Monsinyor Safarini görmək istəyirəm. Nə üçün? Onunla bir məsələ barədə söhbət etmək istəyirdim.
Hansı məsələ barədə? Markus: Bu nə məsələdir ki? Bu sizin icmaya daxil olan adamlardan birinin adıdır, deyə Simon qadını yola gətirməyə çalışdı. Monsinyor Safaro məşğuldur. Eybi yoxdur, gözləyirəm, mənim vaxtım çoxdur. Sizin burada dayanmağa ixtiyarınız yoxdur. Bilirəm, bura şəxsi mülkiyyətdir. Tək ona görə yox, burada dayanmaq qorxuludur. Qorxuludur? Niyə? Qadın paltarının altından bir tapança çıxartdı. Ona görə ki, sizi öldürə bilərlər. Simon özündən asılı olmayaraq geri çəkildi. Harada olduğunu unutmuşdu. Bura Livandır və bunu yaddan çıxarmaq olmazdı. Qulaq asın, xanım, mən çox uzaqdan gəlirəm. Gəlmişəm ki, Monsinyor Safarla Markus barədə söhbət edəm. Onlar bir-birlərini yaxşı tanıyırlar. Kim mənə sübut edə bilər ki, siz Markusun dostusunuz? Qadın tapançanı qaldırıb ona tuşladı. Markus mənim Məsihin qapısından keçdiyimi videoya çəkib. Simonun sözləri qara paltarlı qadını ildırım kimi vurdu. Əlindəki silahla xat çəkib dodağının altında dua oxuya-oxuya təlaşla harasa qaçdı. Bir neçə dəqiqə sonra fermadan qara paltarlı bir kişi çıxıb ona tərəf gəldi. Sarı saçları qısa kəsilmiş, uzun burnunun üstündə iri, yumru eynək olan bu adam mazuta batmış quşları xilas edən dəliyə oxşayırdı. Kimsiniz? Yaxınlaşan kimi salamsız-kəlamsız soruşdu. Markusun dostu. Keşiş Simonun çiyinləri üstündən geri boylandı. Tək gəlmisiniz? Monsinyor Safar, sizsiniz? Sizi izləyən yox idi? Həyətinizə daxil olmaq şərəfinə nail olmaq üçün hələ çox suala cavab vermək lazımdır. Keşiş Simonu həyətə buraxdı. Sonra darvazanı bağlayıb onu fermanın əsas otağına qədər müşahidə etdi. İçəri girən kimi onun da, bayaqçı qara paltarlı qadının da davranışı tamamilə dəyişdi. Üstündə tapança gəzdirən qadın indi mərhəmətli, başı aşağı ev qulluqçusuna çevrildi. Təbəssümlə onların oturduğu stola stəkan nəlbəki düzdü. Nə məqsədlə bu tərəflərə təşrif buyurmusunuz? Keşiş Yustinius Bolos Safar olduğunu etiraf edəndən sonra ondan soruşdu. Markus Krişner axtarıram. Şərab süzüm sizə? Simon tərəddüdünə baxmayaraq keşiş israr etdi. Bilirsinizmi, şərab ilk dəfə bu zonada çəkilib? Özü də bizim eramızdan 8000 il əvvəl. Şərab haqqında söhbətlər bir fransız kimi sizi maraqlandırmaya bilməz. Kim sizə deyib ki, mən fransızam? Keşiş Simona şərab süzdü. Bilirsən, Nuh Peyğəmbər daşqın vaxtı heyvanları gəmiyə yığıb xilas edəndən sonra şərab çəkən olub? Bilirəm, onu da bilirəm ki, Nuh Peyğəmbər öz həyətində yetişdirdiyi üzümdən şərab çəkib, içəndən sonra çadırın altında gecə səhərə qədər lümlüt rəqs eləyib. Deməli, Tövratı oxumusan. Kim sizə deyib ki, mən fransızam? Simon sualını təkrarladı. Bu tərəflərin adamları heç vaxt fikirləşmirlər. Görəsən o vaxtlar doğrudan da şərab çəkə bilirlərmiş. Yoxsa Nuh onu özündən kəşf edib. Ancaq İncildə bu barədə heç nə deyilmir. Keşiş şərabdan bir qurtum alıb sözünə davam etdi. Nuhun gəmisi Türkiyədə, Ağrı dağında yox, burada, Sannin dağında qəzaya uğrayıb. Onun qəbri Zəhlə şəhərinin çıxacağındadır, daha doğrusu Kerak məscidində. Bir daha sizdən soruşuram, fransız olduğumu sizə kim deyib? Markus. 71. Kimdir axı Markus? Simon ondan soruşdu. Bizim icmanın üzvüdür. Keşiş ani olaraq susub əlavə etdi. Markus Pravoslav kilsəsinin radikallaşmış keşişlərindən biridir. Hizbullah, Həmas, Səudiyyə Ərəbistanın gizli kəşfiyyat idarəsi onu öldürməyə milyonlarla vəd edəndən bəri ələ keçməmək üçün tez-tez adını dəyişib bu şəhərdən o şəhərə, bu ölkədən o ölkəyə qaçır. Hal-hazırda hardasa bu tərəflərdə gizlənir. Bəlkə də siz bura gələndə onunla rastlaşmısınız, ancaq tanımamısınız. O hər gün bir cildə girir. Bu gün əskər kimi geyinir, bir gün taksi sürücüsü kimi, bir gün də çoban kimi başına əmmamə qoyub keçi otarır.
Onda yəqin heç Markus da onun əsl adı deyil. Təbii. Kimdir axı o adam? Əgər bunu bilsəydim belə, onun təhlükəsizliyini qorumaq üçün deməzdim. Elə fikirləşirsiniz ki, onun kim olduğunu biləndə gedib bütün dünyaya car çəkəcəyəm, deyəcəyəm Markus kimdir? Yox, ancaq sizə işgəncə versələr, əminəm ki, car çəkib onun kim olduğunu deyərsiniz. Markus özünü mənə atamın dostu kimi təqdim elədi. Simon əsəbini gizlətmək üçün şərabdan bir qurtum içdi. Sonra başa düşdüm ki, onlar bir yerdə Quranın və Məkkənin tarixi ilə bağlı məlumatlar toplayırlarmış. Yaxşı işlə məşğul olublar. Bu yaxşı işin üstündə atamı öldürüblər. Markus da məcbur olub cilddən cildə girir ki, onu öldürməsinlər. Markus həyatını yarıdan çoxunu Quranın köklərinin xristianlığa gedib çıxması ilə bağlı sübut yaymağa həsr edib. Parisdə bir nəfərlə tanış olmuşdum. Simon şərabdan bir qurtum da içdi. O da bu sübutlardan mənə söhbət aç. Kim idi ki o adam? Safar onun sözünü kəsdi. Bilmirəm, o nə adını dedi, nə soyadını, nə də kim olduğunu. Amma bir şey dedi. Dedi həmişə arxamda durub məni qoruyacaq. Qoruyacaq ki, bu sübutları toplamaqda heç kim mənə mane olmasın. Bu gün də o sizin arxanızdadır? 100% əminəm ki, hamını azdırmışam. 100% əmin olmağın özü təhlükəli şeydir. Neçə dənə sübut var buna? Markusun dediyinə görə 5. Biri Qübbət Əs-Səhra günbəzinin divarındakı yazılardır. Bu daşların üstündəki Quran kağızda yazılmış Qurandan daha qədimdir. Quranın xristianlar tərəfindən yazılmasının ən böyük sübutudur. Məncə Suriyanın qədim xəritəsi də bu sübutlardan biridir, Simon əlavə etdi. Axtarışlarınız hədər getməyib. Qaldı 3-ü, o biri sübutlar hansılardır? Həqiqəti eşitməyə hazırsınız? Atam hesab edib ki, hazıram. O axtarışlarının nəticələrini mənə vəsiyyət eləmişdi. Ancaq onları tapa bilmədim. Seyfdən uğurlanmışdı. Biraz da şərab süzüm. Simon etiraz etmədi. 3-cü sübutu başa düşmək üçün lap qədimdən başlamaq lazımdır. Əvvəllər Quran xristianların toyda və yasda, dini mərasimlərdə oxuduqları dua kitabı olub. Nəsranilər bu kitablardan ərəbləri xristianlaşdırmaq üçün istifadə edirdilər. Mən də belə başa düşdüm. Quranın adı da bunu sübut edir. Siriyak dilində Quran seçilmiş hissələr deməkdir. Yəni özündən əvvəl mövcud olan müqəddəs kitabdan götürülmüş müəyyən hissələrin bir kitabda cəmlənmiş analogiyasıdır. Həmin hissələr ki, dini mərasimlərdə, yas yerlərində, toyda, uşaq doğulanda dua kimi oxunurdu. Qurandakı bəzi surələr də bunu sübut edir. Yepiskop qalxıb kitab rəfindən bir nüsxə Quran götürüb açdı. 12-ci surəni tapıb barmağı ilə 1-ci və 2-ci ayəni göstərdi. 1. Bunlar açıq aydın kitabın, Quranın ayələridir. 2. Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, mənasını anlayasınız. Üstündə tapança gəzdirən, qara paltarlı keşikçi, qulluqçu qadın, onların qabağına balaca boşqablarda bir neçə cür yemək düzdü. Safar bir parça çörəyi ağzına atıb yeyə-yeyə sözünə davam etdi. Əgər ona dua kitabı adı verilibsə, elə belə də başa düşülməlidir. Yəni Tövratdan və İncildən götürülən bəzi mətnlərin toplandığı bir kitabça. Bilmirəm, belə bir kitabın təsirini sezə bilmisinizmi? Mən ancaq bir şeyi sezirəm. Quran dərhal nazil olmayıb. O kitab nə İncili əvəz etmək iddiasında idi, nə də ona alternativ bir kitab olaraq. Sadəcə o vaxtın ərəblərinə İncilin sadələşmiş bir formasını təklif edirdi ki, ərəblər onu başa düşə bilsinlər. Nəsranilərin ərəbləri xristianlaşdırmaqda məqsədləri onlarla birlikdə qüdsə hücum edib, şəhərləri ələ keçirmək idi. Bunu siz də bilirəm. Səbrinizi basın, imkan verin fikrimi tamamlayım. Dünyanın gerçək tarixini danışmağa həmişə imkanım olmur.
Əgər danışdıqlarınız axırda gəlib Markusə çıxacaqsa, onda buyurun, qulağım sizdədir. Nəsranilərin məqsədi ərəbləri xristian etmək deyildi. Onların strategiyası da tamam başqa idi. Onlar çox yaxşı bilirdilər ki, ərəb qəbilələrinin köməyi olmasa, heç vaxt qüdsü ələ keçirə bilməzlər. Lap ələ keçirsələr belə, onu Məsihin gəlişinə hazırlayıb, yeni tarixi eranın başlandığı bir şəhər kökünə sala bilməzdilər. Onlar ərəbləri İsmailin nəslindən olduqlarına inandırıb, söz vermişdilər ki, onlarla birlikdə bütün dünyanı idarə edəcəklər. Ağzınıza bir şey qoyun. Simon bir parça qızardılmış biber götürüb ağzına atdı. 630-cu ildə Qüdsə hücum edən Nəsranilər ərəblər məğlubiyyətə uğrayandan sonra yepiskop söhbətinə davam edirdi. Darmadağın olub pərən-pərən düşmələrinə baxmayaraq yenidən Mədinə şəhərində birləşdilər. Məhəmməd Peyğəmbərin ölümündən 4 il sonra 638-ci ildə xəlifə Ömər Qüdsə hücum edib şəhəri ələ keçirir. O, məbədlər meydanını təmizləyib, əvvəllər Süleyman Peyğəmbərin adına olan məbədin yerində eyni ilə o şəkildə taxtadan bir kub tikdirir. Bundan sonra xəlifə Nəsranilərin doktrinasını mənimsəyib, İslam doktrinasını çevirir. Nəsranilərdən qalan bütün izləri itirib, hər şeyi ərəbləşdirsə də, Qübbət Əs-Səhra günbəzinin divarlarındakı yazılara toxuna bilmir. Problem ondadır ki, Quranın müəllifləri oradakı mətnlərin çoxunu Tövrat, İncil və başqa müqəddəs kitablardan götürülsə də, lap əvvəldən onun ancaq və ancaq siyasi məqsədlə hazırlayıblar. Daha doğrusu, hərbi strategiya məqsədi ilə. Safar onun sözünə düzəliş verdi. Təsəvvür edirsiniz, savaş sənəti bir dinin fundamental kitabına çevrilir. Ancaq o döyüş fəlsəfəsi eramızdan əvvəl 6-cı əsrdə yaşamış məşhur Çin generalı Sun Zi tərəfindən yox, Varaqa adlı bir ərəb tərəfindən yazılır. Məhəmməd Peyğəmbərin birinci arvadı Xədicənin xalası oğlu. Hətta bəzi tarixçələr iddia edirlər ki, o Məhəmmədin öz xalası oğlu olub, ya da ki, hər ikisinin, o da ola bilər. Əslən Qureyş qəbiləsindən olan Varaqa, İslam yaranmazdan əvvəl İuda nəsranilik cəryanını dəstəkləyib, onların doktrinasını qəbul edib, hətta nəsrani kahini olub. O, adam ərəblərlə nəsranilərin bir-birinə yaxınlaşmasında böyük rol oynayıb. Belə çıxır ki, Quranın müəllifi Varaq olub. Görürsünüz, axır ki, sizi təəccübləndirə bildim. Safar özündən razı halda gülümsədi. Simon bütün diqqətini toplayıb ona qulaq asırdı. Varaqa o qədər vacib işlər gördü ki, onun etdiklərini tarixdən silmək mümkün olmadı. Deməli, üçüncü sübut budur. Müəllifin ölümü ilə adətən onun yazdığı əsər yarımçıq qalır. Varaqanın ölümü ilə Quranın yazılıb başa çatması ilə üst-üstə düşdü. Hər bir fərziyyəni sübut kimi qəbul etmək olmaz. Bizə qalan ancaq bunlardır. Bütün sübutlar məhv olunub. Yepiskop qalxıb pəncərəyə yaxınlaşdı. Əllərini arxasında cütləyib bir müddət bayıra baxdı. Sonra geri çevrilmədən sözünə davam etdi. 2000-ci ildə Suriya Milli Təhlükəsizlik orqanları İslamın rəsmi tarixini sual altına qoyan qədim əlyazmaların varlığından xəbər tutdu. O əlyazmalar 7-ci əsrdə nəsranilər tərəfindən yazılmış diplomatik məktublardır. Həmin yazışmalarda onlar Qüdsü zəbt etmək üçün ərəb qəbilələrindən rəsmi şəkildə kömək istəyirlər. Məktubun çoxunu şəxsən Varaqa öz xətti ilə yazıb. Üstəlik bir məktubda ərəb qəbilələrinin birinin başçısı Məhəmmədin də adı çəkilir. Suriya Milli Təhlükəsizlik orqanları bu əlyazmaların Əfqanistandakı Bamiyan dağının yarağanlarında olan mağaraların birində tapıldığını öyrəndi. Budanın böyük heykəlləri olan yerdən danışırsınız? Bəli. Dağdakı mağaralarda buddist rahiblər yaşayırdı.
Mağaralarda İslamla əlaqədar əlyazmalarının varlığından xəbər tutan talibançılar buddistləri oradan qovub əlyazmaları ələ keçirmək üçün bütün mağaraları ələk-vələk etsələr də heç nə tapa bilmirlər. Əlyazmalar Suriyanın əlinə keçməsin deyə 2001-ci ilin mart ayında talibançılar Buddanın heykəllərini bombalayıb oranı darmadağın edirlər. Fikirləşirlər ki, tapdıqları qədim diplomatik məktublar bombardırmanın nəticəsində məhv olub gedəcək. Onda üçüncü sübuta bir quş, yəni əlyazmalar məhv olub. Əgər buddist monarxlar onları başqa yerdə gizlətməyiblərsə, o biri sübutlar da məhv olub. Dördüncü sübut indiki rəsmi qəbul olunan Qurandan əvvəl yazılmış Qurandır. Codex Quranicum. Xəlifə Ömər indi bildiyimiz Quranı nəsranilərin tərtib etdikləri dua kitabı əsasında yazdıqlarından sonra izi itirmək üçün xristianların dua kitablarının hamısını məhv etmək əmri verir. Ancaq xoşbəxtlikdən bəzi nüsxələri xilas etmək olur. Yepiskop sözünü davam etdi. Məhəmməd Peyğəmbərdən xeyli əvvəl Siriyak dilində yazılan o nüsxələr 7-ci əsrə aid olan Codex Quranicumda saxlanılır. Bəzi mənbələrə görə o nüsxələr heç vaxt Suriyadan kənara çıxmayıb. Suriya, hər şey oradan başlayır. Necə? Markus Codex Quranicum-u tapmışdı? Ola bilər. Yaxşı, keçək 5-ci sübuta. Sizdən əvvəl də bura bir neçə nəfər gəlmişdi. Markusu axtarırdılar. Deyirdilər ki, güya Markus Qüdsə Məsihin qarşısında nə isə video çəkib. Məncə 5-ci sübut elə odur. Markusun video çəkdiyi. Kim idi o adamlar? Livan Milli Təhlükəsizlik orqanlarının əməkdaşları, Hizabullah təşkilatının nümayəndələri, bəziləri heç kim olmadıqlarını, haradan gəldiklərini demədilər. Siz onlara nə dediniz? Dedim, Markus daha bizim təriqətin üzvü deyil, çoxdandır bizdən ayrılıb. Siz özünüz o videonu görmüsünüz? Yox. Keçən ay sizin Zəhlədəki kilsəyə edilən terrorun Markusla bir bağlantısı yoxdur. O terror bizə xəbərdarlıq idi. Nə xəbərdarlıq? Yəni Markusla əlaqəni kəsin yoxsa axırınız pis olacaq? Düz başa düşmüsünüz. Otağa sifətindən qorxaqlıq yağan, saçları tökülmüş kişi ilə qara plaş geyinmiş bir qadın daxil oldu. Onlar Safarı kənara çəkib nə barədə isə xeyli pıçıldaşdılar. Yepiskop qapıya tərəf addımladı. Otaqdan çıxmazdan əvvəl üzünü Simona tərəf tutdu və dedi: Əminəm ki, 5-ci sübut sizdədir. Üzr istəyirəm. Birazdan qayıdacam. 72. Üstündə tapança gəzdirən, qara paltarlı qadın yenidən peyda oldu. Yediyi siyodulu yeməklər boğazını yandırdığından Simon ondan bir stəkan su istədi. Qadın otaqdan çıxıb bir qrafin su ilə qayıtdı. Monsinyor Safar indi qayıdacaq, deyib qrafini stolun üstünə qoydu. Bir dəqiqədən sonra yepiskop doğrudan da qayıtdı. Siz buradan getməlisiniz. Simon Safarın onunla bu tonda danışmağının təəccübləndi. Yepiskop başa saldı ki, 2 polis gəlib onu axtarırmış. Onlara yalandan dedim ki, Bəlbəkə tərəf getmisiniz. Simon onu təhlükədən qurtardığı üçün qalxıb yepiskopa təşəkkür etdi. Bu işlərə qarışmaq əsrlər boyu davam edən müharibədə iştirak etmək kimi bir şeydir. Nə müharibə? Bilmirsinizmi, İslamçılar niyə saqqal saxlayır? Bunun mətləbə nə dəxli var? And içiblər ki, kafirləri son nəfəsinə qədər yox etməyincə üzlərini qırxmayacaqlar. Divar saatı 5 dəfə vurandan sonra Yustino Safar sözünə davam etdi. Quranın ilhamlandığı nəsranilərin dua kitabı həyatın xoşbəxtliyini mənəviyyatda və qələbədə yox, cəmiyyətin, dünyanın dəyişməsində görürdü. Bunu başa düşsəz, Quranı gerçək təbiətini də başa düşəcəksiniz. İslamın qayəsi xeyri şərdən ayırmaqdır. Özü də təkcə insanın qəlbində yox, ümumiyyətlə bütün dünyada. Bir də unutmayın,
İslamda şər anlayışı Allaha qarşı çıxmaqdır. Yəni başqa dinə itaət etmək. Bu gün də İslam həmin ideologiya ilə dünyanı iki yerə ayırır. Müsəlmanlar yaşayan torpaqlar, bir də kafirlər yaşayan torpaqlar. Məqsəd kafirlər yaşayan torpaqları ələ keçirdib İslamlaşdırmaqdır. Məni ancaq bir şey maraqlandırır. Deyin görüm, Markusu harada və necə tapa bilərəm? Quran cadu kimi bir şeydir. Yazılış forması ilə, dili ilə, üslubu ilə, sirli, izahı mümkün olmayan ifadələri ilə kimin istəsən beynini döndərib, onu başı kəsənə, qatilə, cinayətkara çevirə bilər. Qurana çox aludə olmaqdan Markusun da beyni çönüb. Demək istəyirsən Markus da baş kəsəndir? İndi olmasa da gələcəkdə ola bilər. Hardadır o? Simon təkid etdi. Siz kimsiniz axı? Yepiskop onun sözünü kəsdi. Bu nə sualdır? Markusun videoya çəkdiyi Məsihin qapısından keçən adam sizsiniz, elə deyilmi? Siz də məni Məsih hesab edirsiniz? Bunu inkar ya da təsdiq etmək mənim işim deyil. Simon hövsələdən çıxdı, söhbəti yarımçıq qoyub qapıya doğru getdi. Dayanın, keşiş arxadan onu səslədi. Mənə dedilər ki, maşın yoluna düşən cığırın arxasında qırmızı Mercedes dayanıb. Sizin yerinizdə olsam o tərəfdən getməzdim. Gəlin sizi ötürüm. Yepiskop onu başdan ayağa süzdü. Sizə bu paltarda qalmaq olmaz. O dəqiqə gözə girirsiniz. Gəlin paltarınızı dəyişək. Keşiş qulluqçu qadından, qonaq üçün elə paltar gətirin ki, onu yerli cəmaatdan seçmək mümkün olmasın, deyərək xahiş etdi. Bir qədər sonra qadın ona bir cüt səndəl, qısa şalvar və uzun kətan köynək gətirdi. Simon paltarını dəyişəndən sonra qulluqçu qadın onun əynindən çıxardığı paltarları götürdü. Bu paltar dəyişmənin xeyri ancaq sizə dəydi, deyə Simon gülümsədi. Həyat tərzi deyil ki, onu dəqiqliklə ölçəsən. Safar ona bir əmmamə uzatdı. Götürün, bu da igidliyə görə mükafat. Bu paltarlar ona çox yaraşır, deyə qulluqçu qadın keşişə tərəf döndü. Heç bizim yerli adamlardan seçilmir. Yaxşı, vaxt itirməyək, deyə keşiş qapıya tərəf addımladı. Gedirik. Simon çantanı götürüb onun arxasınca otaqdan çıxdı. Onlar əvvəl kiçik həyətdən, sonra böyük, çuğundur tarlasından keçib üzümlüklərin arası ilə 20 dəqiqə yol getdilər. Dəqiq bilmirəm, Markus hardadır. Keşiş əncir ağacının altında ayaq saxladı, sonra əlini cibinə atıb bir kompas çıxartdı. Amma əgər həmişə bu yolla şərq istiqamətinə getsəniz, güman ki ona rast gələrsiniz. Əvvəl o sizi görüb tanıyacaq. İstəsə yaxınlaşıb özünü tanıtdıracaq. İstəməsə yox. Yaddan çıxarmayın, Markus qaçaqdır. Bu komposu itirməyin. Sizi onunla görüşdürə bilsə ancaq bu kompos görüşdürəcək. Bəlkə yolda heç kimə rast gəlmədim, onda nə olacaq? Onda birbaşa gedib Suriyaya çıxacaqsınız. Gözəl perspektivdir. Bilmirəm, aranızdakı münasibət necədir? Ancaq əmin edirəm, Markus bu dünyada sizə o gecə Qüdsdə Məsihin qarşısında həqiqətən nə baş verdiyini izah edə biləcək yeganə adamdır. Yaxşı yol, Simon. Justinus Bollos Safar üzümlüklərinin arasında yox oldu. 73. Simon bir saat yaxın yol getdi. Bu vaxt ərzində onun gördüyü ancaq qoyun keçi, 2 çoban, eşək arabası sürən bir kişi və iri qoyun iti ilə oynayan uşaq oldu. Livanın bu kəndi Beyrutla müqayisədə dünyanın uzaq bir rüncünə sığınmış, sakit və əbədiyyətə qovuşmuş yerə oxşayırdı. Günəş yavaş-yavaş qüruba enirdi. Şərq istiqamətində yayınmasın deyə Simon bir də kompasa nəzər saldı. Başını qaldıranda ətrafında nəsə hiss etdi. Tez kənara çəkilib bir ağacın arxasında gizləndi. Qəfil peyda olan bir it hündür, otların arasından çıxıb onun üstünə atıldı. Heyvan fikrindən daşınıb onun ətrafında dövrə vurandan sonra arxasınca gələn sahibinin qabağına qaçdı.
İtin sahibi beli əyilmiş, əl ağacına söykənə-söykənə çətinliklə yeriyən, saqqallı, başına əmmamə qoymuş yaşlı bir kişi idi. "Məni yaman qorxutdunuz." Simon rahatlıqla nəfəs alıb başını bulladı. İtin sahibi qəhqəhə çəkdi. Simon birdən onun sağ əlindəki yanıq izini gördü. "Markus!" "Axır ki tanıdın." Əl ağacına söykənən adam belini düzəltdi. Sonra əl ağacını əlində fırlada-fırlada əmmaməsini başından çıxardıb kənara atdı. Simon gözlərinə inanmadı. "Bir əmmaməyə, bir əl ağacına görə məni tanımadın." Markus təəccübdən quruyub qalmış Simonu qucaqlayıb bərk-bərk öpdü. Simon birinci hansı sualı verəcəyini fikirləşənə qədər Markus onu qabaqlayıb soruşdu. "Yustinius dedi ki, mən burada gizlənirəm?" "Hə, amma deməli sənə etibar eləyib, yoxsa ömründə harda olduğumu sənə deməzdi." "Markus, o vaxt orada nə baş verdi?" "Nə vaxt? Harada? 7-ci əsrdə Suriyada baş verənləri deyirsən?" "Yox, 2 həftə əvvəl Qüdsdə baş verənləri." "Sən lül qəmbər sərxoş idin, açarını itirmişdin." "Markus, sən xəbərdarlıq etmədən birdən-birə yoxa çıxdın. Sənin evini yardılar. Sən..." Simon sözünü kəsib ətrafa boylandı. Haradansa səs eşitmişdi. "Narahat olma," deyə Markus onu sakitləşdirdi. "Hərbiçilər, saqqallı İslamçılar, gizli kəşfiyyat orqanlarının xəfiyyələri bu tərəflərə nadir hallarda gəlirlər." Onların yanında hərlənən it də başını qaldırıb hürməyə başladı. "Lap əvvəldən hiss eləmişdim ki, sən hamı kimi deyilsən." Markus itin narahatlığına fikir vermədən sözünə davam etdi. "Başa düşmədim. Necə yəni lap əvvəldən? Nə demək istəyirsən?" "Sən danışmağa, yeriməyə başlayanda hələ 2 yaşın tamam olmamışdı. O vaxt sən heyvanlarla da əməlli başlı söhbət eləyirdin. Səndə qeyri-adi bir istedad vardı. Kimsə əlinin birində konfet gizlədəndə həmişə onun hansı əlində olduğunu tapırdın." "Sən bunu hardan bilirsən?" "Sənin videona baxdım, Simon. Sən doğrudan da Məsihin qapısından keçmisən." "Sus!" Simonun qulağına getdikcə yaxınlaşan, ayaq altda qalıb əzilən quru otların səsi gəldi. Bu səsin haradan gəldiyini bilmək üçün narahatlıqla ətrafa boylandı. "Dedim ki, burada qoyun keçidən başqa canlı yoxdur," deyə Markus onu sakitləşdirməyə çalışdı. "Qorxma." Markus Simonu arxayın etmək üçün əllərini yana açdı, sonra üzünü göylərə tutdu. Qışqıra-qışqıra yerində fırlanmağa başladı. "Tanrıdan başqa bizi burada görən yoxdur. Tanrıdan başqa bizi burada görən yoxdur. Tanrıdan başqa..." Onun təbəssüm dolu dodaqlarından dəyən güllə gözlərindəki parlaq ifadəni söndürdü. Sifətindən dəyən güllə beynini deşib başının arxasından çıxdı. Markus baltalanmış ağac kimi torpağa sərildi. İkinci güllə vıyıltı ilə onun qulağının dibindən keçdi. Simon qeyri-ixtiyarı üzünü yerə atdı. İt qəzəblə hürməyə başladı. Üçüncü güllə heyvanın 2 gözünün arasından dəyib onu da susturdu. Simon sürünə-sürünə Markusun meyidinə yaxınlaşdı. Silah tapmaq ümidi ilə cilərini axtardı. Əlinə Qurandan başqa heç nə keçmədi. Onu qamarlayıb, iməkləyə-iməkləyə arxaya çəkildi. Üzüm tənəklərinə çatanda bir daş götürüb güllə atan istiqamətə tolazladı. Sonra arxasınca atılan güllələrdən yayınmaq üçün belini əyib, üzümlüklərin arası ilə qaçmağa başladı. Simon xeyli qaçdı. Tənci nəfəs olub dizi bükülənə, üzü üstə yıxılana qədər. 74. Qorxudan ürəyi ağzına gələn Simon əllərini yerə qoyub xeyli qusdu. Biraz sakitləşəndən sonra paltarının qolu ilə ağzını silib ayağa durdu. Dağın zirvəsinə qalxıb geri baxdı. Həyəcandanmı, yorğunçuluqdanmı, büdrəyib yıxıldı. Əli daşa dəyib qanadı. Ayağa qalxanda dağın o biri üzündə biraz aşağıda maşın yolu gördü. Ətrafa boylana-boylana ehtiyatla aşağı düşəndə qulağına mühərrik səsi gəldi. Tez ağacın arxasında gizləndi. Qırmızı bir Mercedes yolu keçirdi. Simon maşının içində 2 nəfər sezdi. Bir neçə dəqiqə sonra köhnə bir pikap yaxınlaşdı.
Çevrilib arxaya baxdı. Onun dalınca düşən Markusun qatilləri çox güman ki, tezliklə burada olacaqdılar. Simon özünü yolun ortasına atıb əllərini qaldırdı. Sürücü ani bir hərəkətlə əyləci basdı. Maşın yerə mıxlandı. Qəzəblənmiş sürücü başını pəncərədən çıxardıb onu söyməyə başlayanda, Simon cibindən bir dəstə dollar çıxardaraq havaya qaldırdı. Hara gedirsiniz? Pulları görən sürücü səsinin tonunu dəyişib nəzakətlə soruşdu. Siz getdiyiniz yerə. Simon qapını açıb onun yanında əyləşdi. Mən Hama gedirəm. Sürücü öskürə-öskürə cavab verdi. Simon onun bəlkə başqa nəsə demək istədiyini gözlədi, ancaq sürücüdən səs çıxmadı. Simon başa düşdü ki, getdikləri yerin adı Hamdır. Uzaqdır. Bu yolun qurtaracağı. Lap yaxşı. Sürücü qaza bastı. Maşın gurultu ilə yerindən götürüldü. Simonun gözünə yol kənarında metal parıltısı göründü. Bəlkə məni öldürmək istəyənlərdir. Görəsən maşına mindiyimi görən olmayıb. Oturacağı yayxanıb yorğunluğunu almaq və stresini atmaq üçün gözlərini yumdu. Birazdan ürək döyüntüləri normal hala düşəndən sonra Markusun cibindən tapdığı Quranı götürüb açdı. Kitabın birinci səhifəsində kimsə ingilis dilində avtoqraf yazmışdı. Halliday-ə, onun mübarizəsinə, etibarına, maarifçiliyinə, o gün olsun ki, sən bu kitabın əsl müəllifini üzə çıxarasan. Osama. P.S. Halliday heç vaxt məğlub ola bilməz. Simon ürəyi döyünə-döyünə çantanı açıb, Rene Dussonun kitabını çıxartdı. Ögey atası Paul bu kitabın ilk səhifəsində doğma atası Henry üçün kiçik bir avtoqraf yazmışdı. Henry'yə, bizim dostluğumuza, bizə hər şey öyrədən Halliday-in şərhinə və bizə hələ çox şey öyrədəcək Suriyaya, Paul. Hər iki avtoqrafda Halliday sözü vardı. Çox güman ki, bu söz Markusu, Henry'ni, Paul'u və Osama adlı adamı bir-birinə bağlayan əlaqə idi. Simon gözlərini qaldırıb diqqətlə yola baxanda sürücüyə fikirli-fikirli nəzər saldı. Sonra nəzərlərini endirib təzədən əlindəki Qurana baxdı. Əgər bu kitab Markusun cibindən çıxıbsa, deməli bu avtoqraf onun üçün yazılıb və Paula da, Henry'yə də hər şeyi öyrədən Halliday olub. O Halliday kimdirsə, görünür onların ikisi ilə də çox yaxın olub. Çünki o Simonu lap kiçik yaşlarından tanıyırmış. Simon başqa qeydlərə rast gəlmək ümidi ilə Quranı vərəqlədi. Bəzi surələri altından xətt çəkilmişdi. Onların nömrələri Markusun dəftərçədə yazdığı rəqəmlərlə uyğun gəlirdi. Bəlkə Monsieur X deyilən o sirli adam elə Markusun özüdür. Dindarsınız? Sürücü soruşdu. Necə bəyəm? Sürücü işarə ilə onun dizi üstə olan Quranı göstərdi. Yox, dindar deyiləm, ancaq dinlə çox maraqlanıram. Getdiyimiz yerdə yaşayanların çoxu xristiandır. Siz Humda yaşayırsınız? Hum yox, Ham. Yox, ora Bəlbəkdən qaz balonları daşıyıram. Özüm Xəraibdə oluram. Hamdan biraz qabaqdadır. Bəs siz? Mən hər yerdə, Livanda, Taylandda, Fransada. Fransada? Mən də orada bir il yaşamışam. Leonun yanında sürücü işləyirdim. Yük maşını sürürdüm, amma bir ildən artıq qala bilmədim. Oralar həm çox soyuqdur, həm də yollarda hər addımda radar var. Orada polislər adamı lazer silahı ilə vururlar. Burada da güllə ilə. Simon sarsılmışdı. Bütün bu müddət ərzində gecə-gündüz Markusu axtarır, tapanda da bir dəqiqə söhbət etməmiş, gözünün qabağında öldürdülər. İndi onun həyatda heç bir məqsədi qalmamışdı. Qarşısında uçurum, arxasında isə onu bu uçuruma itiləməyə çalışan adamlar. Paul, Henry, Markus öldü. Bircə qaldı bu sirli Osama. Bir də hər addımda yaxınlaşan Suriya. Suriya, hər şey oradan başlayıb. Görəsən o Osama adlı adam da haradasa buralarda, Livanla Suriya sərhədində, dağlarda yaşayır? Mənim adım Zafərdir. Sürücü sağ əlini sükandan ayırıb ona uzatdı. Qarşıda şəhər görünürdü.
Bu tərəflərdə gizlənməyə yaxşı yer var? Necə bəyəm, gizlənməyə yer axtarırsınız? Yox, bu tərəflərdə gizlənən bir adam axtarıram. Baxır o adam kimdən gizlənir? Livanlılardan, yoxsa Suriyalılardan? Suriyalılardan gizlənmək üçün ən yaxşı yer Hamdır. Çünki yolun axırıdır. Buradan Suriya maşınla getmək mümkün deyil. Gərək qayıdıb zəhlədən keçəsən. Amma Ham livanın əlinin içindədir. Bəli. Sürücü şəhərə girəndə maşının sürətini azaltdı. Yol üstü harasa dəymək istəyirdi. 5 dəqiqə bir adama dəyim, sonra gedərik. Kimə? Simon şübhə ilə soruşdu. Qardaşıma, xəstədir, ona dərman gətirmişəm. Nə xəstəliyi var? Sürücü cavab verməzdən əvvəl bir qədər tərəddüd etdi. Ona deyəsən cin girib. Zəfər qardaşına aldığı dərmanı Simona göstərdi. Bir qutu, vaxtı keçmiş aspirin idi. Görə bilərəm qardaşını. Simon onun arxasınca balaca evə tərəf getdi. Evin qabağında bir qoca kişi oturmuşdu. Baxışlarından hiddət yağırdı. Əlindəki əsanı arabir qəzəblə yerə vururdu. Zəfər Simonu atasına, sonra içəridən çıxan qardaşı arvadı Nadinə təqdim etdi. Ərim çoxdandır xəstədir. Qadın qonağa izahat verdi. Sən İsrailin gizli agentisən? Qoca əlindəki ağacı Simona tuşlayıb qışqırdı. Az danış ay kişi, Zəfər atasına təpindi. Nadin Simonu içəri dəvət edib balaca, yarı qaranlıq, üfunət iyi verən bir otağa apardı. Otağın küncünə yığılmış küləş üstə bir kişi uzanmışdı. Gözlərini tavana dikib qışqıra-qışqıra mənası aydın olmayan, heç kəsin başa düşmədiyi sözləri təkrar edirdi. Heç nə yemir, amma tez-tez tualetə gedir. Nadin əlini ağzına aparıb dərdli-dərdli başını bulladı. Simon yaxınlaşıb əlini onun alnına qoydu. Xəstə qızdırma içində yanırdı. Üz gözü, qolları sızana qolmuşdu. Özündən də nəcis iyi gəlirdi. Mədəsi aramsız spazma verdiyindən qarnı dalğalı dəniz kimi təlatümdə idi. Yazıq, can verir. Nadin göz yaşlarını boğub pıçıldadı. Simon o dəqiqə başa düşdü ki, bu qızdırma, bu simptomlar yatalaq xəstəliyinin əlamətləridir. Həyətə çıxdı, evin qarşısına qoyduğu çantanı açıb içindən nəsə axtarmağa başladı. Ehtiyatlı olun, onda silah var, qoca kişi təlaşla qışqırdı. Zəfər atasını qaldırıb oradan uzaqlaşdırdı. Simon çantasından həmişə özü ilə gəzdirdiyi bir qutu antibiotik çıxartdı. Tez-tez sivilizasiyadan, böyük şəhərlərdən uzaqda olduğundan özü ilə həmişə antibiotik gəzdirirdi. Qutudan bir həb çıxardıb Nadinə uzatdı. O da öz növbəsində dərmanı güc bala ilə ərinə içirtdi. Həkimsiniz? Zəfər ondan soruşdu. Simon hansı peşəyə qulluq etməyi ilə bağlı çox sual verirdilər. O da harada, kimlərin arasında olduğunu nəzərə alıb, müxtəlif variantlar deyirdi. Bu dəfə Zəfərin sualına müsbət cavab verib, həm onun, həm də qardaşı arvadı Nadinin rəğbətini qazandı. Dərmanın qalanını qadına verən Simon tapşırdı ki, əri sağalana qədər bu dərmandan hər gün ona bir həb içirtsin. Yola düşməzdən əvvəl ev yiyəsi ona çay süfrəsinə dəvət etdi. Simon əyləşib gəz bir qızın süzdüyü çayı stəkanını əlinə aldı. Zəfərin 2 bacısı, 3 qardaşı vardı. Hamısı eyni həyətdə, bir-birinin yanında tikilmiş 2 balaca evdə yaşayırdı. Bayaqdan bəri ara vermədən qışqıran xəstə dərman qəbul edəndən sonra rahatlanıb yuxuya getdi. Nadin özünü Simonun ayaqlarına atıb onun göstərdiyi möcüzəyə görə dönə-dönə təşəkkür etdi. Simon onun çiyinlərindən yapışıb qaldırdı, göz yaşlarını silib sakitləşdirdi və təkrar tapşırdı ki, əri sağalana qədər dərmanların arasını kəsməsin. Zəfər çayı içib qurtarandan sonra saata baxıb ayağa durdu. Simon da ev sahibləri ilə xudahafizləşib onun arxasınca həyətdən çıxdı. Maşına əyləşməzdən əvvəl Zəfər qardaşı arvadının hərəkətinə görə Simondan üzr istədi. Qardaşın arvadı çox gözəl insandır. Özü də ərini çox sevir. Simon onun sözünü kəsib maşına oturdu. Həm də çox mömin qadındır. Zəfər də maşına qalxıb qapını örtdü.
Simon ətrafa göz gəzdirdi. Tarlaların arasındakı balaca, necə gəldi palçıqdan tikilmiş evlər sivilizasiyadan əsrlərlə geri qalmışdı. Buralarda internet kafe var. Zəfər qəhqəhə çəkib güldü. Əlbəttə, nə qədər istəsən. Ən yaxını elə bu prospektdədir. Düz gedirsən, opera binasına çatmamış sağa burulursan. Bullingin qarşısına keçib müasir incəsənət muzeyi olan meydana çatacaqsan. Meydandakı fəvvarənin arxasında yaxşı internet kafe var. Get nə qədər istəsən internetə gir. Simon başını bullayıb ona baxdı. Buralarda təsadüfən Osama adlı adam tanımırsan, deyə soruşdu. İkisini tanıyıram, sürücü cavab verdi. Simon Quranın birinci səhifəsindəki avtoqrafı ona göstərdi. Yox, mənim tanıdığım Osamalar heç öz ana dilində yazıb oxuya bilmirlər, o ki qaldı ingilis dili ola. Simon qarışıq fikirlər arasında çaşbaş qalmışdı. Bilmirdi maşınla getsin, yoxsa yoluna piyada davam etsin. Sizin o Osama dediyiniz adam bəlkə Ham şəhərindədir. Zəfər onun fikirlərini oxuyurmuş kimi dilləndi. Gedək görək başımıza nə gəlir. Deməli, özünüz taleyin ümidinə buraxırsınız. Bu çox yaxşı əlamətdir. Sürücü bir də avtoqrafa nəzər salıb maşını işə saldı. Axırıncı söz niyə böyük hərflərlə yazılıb? P.S. Haldey heç vaxt məğlub ola bilməz. Yəqin nə isə vurğulamaq istəyib. Bu yaxınlarda bir kənd var. Axırıncı söz o kəndin adını oxşayır. Necə yəni? Tıfayl kəndi adıdır? Hə, qabaqdadır. Lap Suriya sərhədinin yanında. Uzaqdır buradan. Buradan maşınla getmək olmaz. Ümumiyyətlə Livandan ora yol yoxdur. O kəndə ancaq Suriya tərəfdən getmək olar. Livanda axtarılan adam üçün gizlənməyə oradan yaxşı yer ola bilməzdi. 75. Mənzil başına çatanda Zəfər Simonu ferma sahibi ilə tanış etdi. Joseph adlı adam qonağı atla Tıfayl kəndinə aparmağa razı oldu. Simon Zəfərlə xudafizləşib atın tərkinə qalxdı. Ferma sahibi tapşırdı ki, ehtiyatlı olsun, çünki gedəcəkləri yol təhlükəlidir. Sonra da Zəfərlə vidalaşıb ata süvar oldu. Qüruba enən günəşin sarımtıl şəfəqləri qarşıdakı Suriyanı solğun işığa bürümüşdü. Çatdıq. Atını Simonun atı ilə yanaşı sürən bələdçi dilləndi. Qarşıdakı geniş düzənliyin ortasında kiçik bir kənd görünürdü. Tıfayl kəndi, Joseph sözünə davam etdi. 800 nəfər sakini var. Livan ərazisi olsa da, ora yalnız Suriyadan yol gedir. Siz doğrudan da bu kəndə getmək istəyirsiniz? Simon başı ilə təsdiq edib atın cilovunu tərpətdi. Kəndin mərkəzindəki daxmaya çatanda ikisi də atı saxlayıb yerə atıldı. Ferma sahibi tilovları daxmanın yanındakı dirəyə bağlayıb üzünü Simona tutdu. Burada çox qala bilmərik ha. Axşam düşməmiş geri qayıtmalıyıq. Sonra gecəyə düşərik. Kəndin mərkəzindəki balaca daxma çayxana idi. Joseph içəri girib çayçıdan nəsə soruşdu. Sonra Simonun yanına qayıdıb aldığı məlumatı ona çatdırdı. Qarıdan soruşmaq lazımdır. Nə qarı? Hansı qarı? Buranın ən yaşlı adamı 96 ildir bu kənddə yaşayır. Joseph küçəni keçib alaq basmış bir cığıra buruldu. Evləri saya-saya 6-cı evin qarşısında dayandı. Astanada qara, çarşaba bürünmüş bir qarı oturmuşdu. Joseph Simona küçədə gözləməyini xahiş edib həyata keçdi. Üst başı çirin, pasın içində olan bir dəstə uşaq kətdə ilk dəfə gördükləri adamı dövrəyə aldılar. Simon yerdən bir daş götürüb göyə atdı. Daş qayıdanda onu tutub əllərini açdı. Təəccübdən uşaqların gözləri bərəldi. Onun əlində daş yox, qələm vardı. Simon qələmi uşaqların ən balacasına verdi. Uşaqların arasında ən böyüyü ondan başqa bir şey göstərməyini istədi. Simon cibindən xırda pul çıxardıb ona verdi. Tapşırdı ki, əllərinin birində gizlətsin. Oğlan bir neçə dəfə pulu ovucunda dəyişib, yumruqlarını ona uzatdı. Simon hər dəfə pulun onun hansı əlində olduğunu düz tapdı. Necə olur axı? Həmişə tapırsan.
deyə oğlan heyrətlə qaşlarını çatdı. Hər şeyə diqqətlə fikir vermək lazımdır. Pulu gizlədəndə adamın baxışlarına, əllərini necə tutmağına, yumruqlarının formasına, hətta onun danışığına da. Jozef həyətdən çıxdı. Yaxınlaşan kimi uşaqlar dağılışdılar. 8 il əvvəl bu kənddə İraqdan bir adam gəlib. Amerika ora hücum edəndən sonra o vaxtdan buranı tərk etməyib. Kəndin kənarında yaşayır. İstəyirsiniz gedək onu görək. İraqlı bağçasında meyvə ağacları, kartof, xiyar, pomidor əkmiş evdə yaşayırdı. Onları gözündə qara eynək, başında New Yorker yazılmış kastet, əli tapançalı bir kişi qarşıladı. Sizi kəndin mərkəzindəki çayxanada gözləyirəm, deyən Jozef ondan aralandı. Simon əllərini yana açıb silahlı ev sahibinə yaxınlaşdı. Osama, nə istəyirsiniz? Adım Simondur, Markusun dostuyam, halı deyin. Simon Quranı açıb birinci səhifədəki avtoqrafı ona göstərdi. Bir müddət İraqlıdan səs çıxmadı. Simon axtardığı adamın elə bu olduğunu başa düşdü. Nə olsun, nəhayət kişi sükutu pozdu. Markusu bu gün səhər gözümün qabağında öldürdülər. İri qara eynək gözlərini gizlətdiyindən onun necə reaksiya verdiyini bilmək mümkün deyildi. Bunun mənə nə dəxli var? İraqlı növbəti sükutdan sonra ötkəm səslə dilləndi. Siz yazmışdınız ki, Haldey məğlub ola bilməz. Səhv etmisiniz. Ev sahibi Simonu yarıqaranlıq dəhlizdə keçirib ortasında portağal ağacı əkilmiş balaca iç həyətə gətirdi. Qonağının üstündə silah və ya partlayıcı olub olmadığını öyrənmək üçün əvvəlcə Simonun üst başını, sonra da çantasını yoxladı. Heç nə tapa bilməyəndən sonra rahat nəfəs alıb ona çay təklif etdi. Simon başı ilə razılıq verdi. Ev sahibi onu iç həyətdə əyləşdirib mətbəxə keçdi. 5 dəqiqə sonra əlində 2 stəkan bir çaydan qonağının yanına qayıtdı. Gəlin əvvəlcə tanış olaq. Simon Markusun Qüdsdə yoxa çıxmağından tutmuş bu günə qədər başına gələnləri qısa şəkildə ev yiyəsinə danışıb sözünü ona verdi. Ev sahibi də öz növbəsində qara eynəyi gözündən çıxardıb özünü təqdim etdi. Bu adamın adı Osama Əl-Kavi idi. Səddam Hüseynin hakimiyyəti zamanı İraq Milli Təhlükəsizlik Nazirliyində gizli agent kimi fəaliyyət göstərirmiş. Amerika İraqa hücum edəndə əvvəl Suriyaya qatıb, oradan isə Livanın bu ucqar nöqtəsinə gəlib çıxıb. Markusla 2003-cü ildə Dəməşqdə tanış olub. Özünü bəzən Haldey adlandıran, Quranın tarixi ilə bağlı axtarışlar aparan Markus iddia edirmiş ki, Quranın orijinalı Codex Coranicum Məhəmməddən xeyli əvvəl Nəsranilər tərəfindən tərtib olunan o kitabın 2 nüsxəsi indiyə qədər qalıb. Yəni, Qurandan əvvəl yazılan bir Quran. Osama sözünü yekunlaşdırdı. O da eyni ilə Justinius Safarinin işlətdiyi ifadələri işlədirdi. Quran siyasi strategiyadan yaranmış kitabdır. Əvvəl Nəsranlərin, sonra da ərəblərin siyasətindən yanıb. Yepiskop Safar bu haqda mənə danışıb. Simon onun sözünü kəsdi. O siz dedi ki, Səddam Hüseyn Quranın orijinalını, yəni Codex Coranicum-u mənimsəmək istəyirdi. İraq Milli Təhlükəsizlik Nazirliyinin agentləri Quranın Məhəmməd Peyğəmbərdən əvvəl yazılmış orijinalının 2 nüsxələrindən birini ələ keçirmişdilər. İraq bundan istifadə edib Məkkəyə təzyiq etmək istəyirdi. Səddam Kuveytə hücum etməklə Səudiyyə Ərəbistanın dünya müsəlmanların gözündən salıb. Yaxın Şərqdə ağalıq etmək arzusunda idi. Ancaq Amerikalılar onun arzusunu ürəyində qoydular. 2003-cü ildə İraqa hücum edib həm ölkəni dağıtdılar, həm də qiymətsiz əl yazmalarını, Quranın Məhəmməd Peyğəmbərdən əvvəl yazılmış orijinalını ələ keçirdilər. Neylədilər onu? Qulaqları hər gün Quran haqqında yeni şeylər eşitməyə alışan Simon soruşdu. Bilmirəm, deyə Osama çiyinlərini çəkdi. Təsəvvür edirsinizmi, Amerika bircə o kitabla bütün müsəlman dünyasını düz üstə qoya bilər?
Bəs ikinci kodeks hardadır? Markus onu tapmışdı. Məncə hə, ancaq özündə deyildi. Harda gizlətmişdi? Bilmirəm. Necə ola bilər ki, İslamın tarixi üçün təhlükəli olan bu əlyazmalar 19-cu əsrə qədər gəlib çıxıb, nə əcəb onları indiyə qədər məhv etməyiblər? Mənim bildiyimə görə o əlyazmaları indiyə qədər nəsranilər qoruyub saxlayıblar. Markus deyir ki, Quranın Məhəmməd Peyğəmbərdən əvvəl yazılmış həmin iki nüsxələrindən biri Moskvada İvan Qroznunun məxfi kitabxanasında olub. Bir müddət sakitcə çay içdilər. Siz nə axtarırsınız? Atam iddia etmişdi ki, Quranın mənşəyi ilə mənim aramda yaxın bir əlaqə var. Demək olar ki, bir növ məni bu axtarışlara aparmağa məcbur ediblər. Bu xəzinəyə göz dikən tək siz deyilsiniz. Başqa kimlər var? Çox adam. İslamçılar, Vatikan, evangelistlər, ruslar, Səudiyyə Ərəbistanın gizli kəşfiyyat orqanları. Hamısını deyim? Mən ətrafımda onların hamısını hiss edirəm. Əgər sizi indiyə qədər öldürməklərsə, demək hələ onlara lazımsınız. Bu sözlərdən sonra araya sükut çökdü. İkisi də gözlərini bir nöqtəyə zilləyib stəkanlarını boşaltdılar. Markus atamla bir yerdə tədqiqat apardığını məndən gizlətmişdi. Bilmirsiniz niyə? Çox güman ki, sizi qorumaq üçün. Markus haqda başqa nə deyə bilərsiniz? Tanışların vasitəsilə ona saxta pasportlar, saxta şəxsiyyət vərəqələri düzəltməyə kömək edirdim. Hərdən burada gəlib mənim evimdə gizlənirdi. Belə bir-birimizə isinişmişdik, bir-birimizə inamımız artırdı. Amma o heç vaxt özündən danışmırdı. İnanmıram. Necə yəni inanmırsınız? Siz tanımadığınız adama etibar edən birinə oxşamırsınız. Ev sahibinin üzünə təbəssüm yayıldı. Qonağının sözləri onun xoşuna gəlmişdi. Markusun bir arvadı və bir uşağı varmış. Keçmiş gizli agent etiraf etdi. Onların başına nə gəlib? 1983-cü ildə Beyrutda terror nəticəsində həlak olublar. Özü xilas olub, ancaq sonradan özünü terror qurbanlardan birin kimi qələmə verib. Bu hadisədən ancaq 2 nəfərin xəbəri var. Biri mən, biri də onun yaxın dostu. Hansı yaxın dostu? Adını bilmirəm. Markus demişdi ki, o bir fransız diplomatdır. 1983-cü ildə terror olanda Beyrutda Fransız səfirliyində işləyirmiş. Qəflətən Simonun rəngi ağappaq ağardı. Nə olub sizə? Osama təlaşla soruşdu. Özünüzü pis hiss edirsiniz? O mənim atamdır. Kim? Markus yoxsa fransız diplomatı? İkisi də. 76. Qəflətən aşkara çıxan olan bu detal günəş işığı kimi parlayıb Simona indiyə qədər qaranlıq qalan hər şeyin üstünü işıq saldı. Osama əsəbiliklə çantasından çıxartdığı dəftərçənin səhifələrini dolduran qonağı tək qoyub sakitcə bayıra çıxdı. 1983. Bir İslam terrorçusu Beyrutda valideynlərim Henry ilə Leylanı nahar etdiyi restoranda partlatır. Mən də oradaydım. 2 yaşım var. Valideynlərim həlak olur. Hər halda hamı elə bilir ki, onların hər ikisi bu partlayışda ölüb. Əslində təkcə anam həlak olur. Atam isə sağ qalır. Ancaq sonradan hər şeyi elə qurur ki, hamı onun arvadı ilə bir yerdə öldüyünü güman edir. İslam terrorçusunun məqsədi ancaq onu öldürmək olub? Ola bilər. Quranın tarixi üzərində tədqiqat aparan fransız jurnalisti İslamçıların hədəfi ola bilər. Beləliklə Henry ölmür. Özünə başqa bir ad götürüb tədqiqatlarını davam etdirir. Məqsədi həm həqiqəti üzə çıxarmaq, həm də çox sevimli arvadı Leylanın qisasını almaqdır. Terror aktının kimlər tərəfindən sifariş verildiyini müəyyən edə bilmədiyindən dünyadakı bütün müsəlmanlara düşmən kəsilir. Onlardan arvadının intiqamını almağa çalışır. Nə yolla? Quranın kökləri ilə bağlı həqiqətləri üzərə çıxarmaqla. İslamın üstündə bərqərar olduğu sütunları baltalamaqla. Həqiqət çox dərin qatılara gedib çıxdığından onun apardığı tədqiqatlar uzun illər davam edir.
İslama elan etdiyi mübarizəni başa çatdırmaq üçün doğma atam məni yaxın dostları Pol ilə onun arvadı Aminəyə tapşırır. Onlardan xahiş edir ki, məni oğulluğa götürsünlər və onun sağ olduğunu heç vaxt heç kimə deməsinlər. Pol diplomat olduğundan atam Henriyə başqa adla saxta pasport düzəltdirir. Pol bütün bu illər ərzində doğma atamla əlaqə saxlayır. Ona axtarışlarında kömək edir. Ancaq axıra qədər yox. Niyə? Çünki Pol qorxur. İslamçılar onu ölümlə hədələyirlər. Ona görə də Pol Henridən xəbərsiz mənə vəsiyyətnamə yazıb bütün həqiqəti açır. Özü də notariusa tapşırır ki, vəsiyyətnaməni mənə onun ölümündən sonra versinlər. Vəsiyyətnamədə onu da qeyd edir ki, mənim və Quranın kökləri ilə bağlı bütün həqiqətlər Qüdsdəki otelin seyfindədir. Sonra dəftərçəni Markusə verir, kitabxanasını satır. Ancaq gecdir, onun adı İslamçıların qara siyahısındadır. Doğma atam Henry, Lombardi, Markus Kirchner və Halliday adlı altında mübarizəni axıra qədər davam etdirir. Müxtəlif ölkələrdə axtarışlar aparır. İzi itirmək üçün bir şəhərdə heç vaxt çox qalmır, tez-tez ünvanını dəyişir. Müxtəlif təriqətlərə qoşulur, hətta kilsədə keşiş də olur. Atam Henry'nin Markus adı altında yaşadığı ikinci həyatı ekstremizmlə, nifrətlə, dəliliklə, ruhi pozğunluqla keçir. O 5 sübutu tapmağa çalışır. Görəsən hamısını toplaya bilirmi? Yəqin ki, yox. Çünki bütün sübutları toplasaydı, arvadının intiqamını almaq üçün həqiqəti bütün dünyaya car çəkərdi. Bir şey də gün kimi aydındır. Müxtəlif ölkələrin gizli kəşfiyyat orqanları, eləcə də fanatik və fundamentalist İslamçılar onu günün günorta çağı əllərində çıraqla axtarırlar. Hər şey öz qaydasındadır. Osama Əl-Kavi onu fikrindən ayırdı. Simon başını qaldırıb ev yiyəsinə elə baxdı ki, sanki onu ilk dəfə görür. Bələdçi buradadır. Deyir gecdir, qayıtmaq vaxtıdır. Ona deyin qayıtsın, məni gözləməsin. İstəyirsiniz, burada qalın. Mənim bir qonaq otağım var. Markus da gələndə həmişə otaqda qalır. Simon təşəkkür dolu baxışlarla ona baxıb yazmağa davam etdi. 2013-cü il. Polla Aminənin dəfinində doğma atam Markus mənimlə tanış olur. Özünü Polun yaxın dostu kimi qələmə verir. Ona Polun vəsiyyətnaməsindən danışır və yazdığı məktubu Markusə göstərirəm. Markus mənimlə Qüdsə uçur. Sonra məndən əvvəl hotelə gedib seyfi boşaldır. Niyə? Bəlkə məni qorumaq üçün. Yəqin həqiqəti bilməyimi istəmir. Bəs onda niyə məni Qüdsə Əl-Səhra günbəzinə aparıb divarlardakı yazıları göstərir? Hələ məni Məsihin qapısı qarşısında videoya da çəkir. Sonra düşmənləri tərəfindən izlənildiyindən qəflətən yoxa çıxır. Mən də onu axtarmağa başlayıram. Uzun axtarışlardan sonra tapıram. Ancaq bir neçə dəqiqə söhbət etməyə macal tapmamış, onu gözlərimin qabağında öldürürlər. Beləliklə, düz 30 il arvadının intiqamını almaq arzusu ilə yaşayan adam istəyinə çata bilmir.